çöl ərəbiydi. Gəldi, girdi, əli köyün ərəbiydi. Gəldi, bir şikəst uşaq əlimdə, götürüb gəldi Əbəlfəzanın hələmdən. Elə ki, çatdı Zərifin yanına, atdı uşağı yerə. Dedi ki, ya Əbəlfəz, mən səndən şikəst istəməmişdim, mən səndən sağlam uşaq istəmişdim. Deyir, xuddam xidmətçi qapıda olan deyir ki, bayıra çıxmamışdı, qapıdan çölə çıxmamışdı, gördülər uşaq qaçır dalıca ki, ata sağaldım, vermə məni, atma məni əlimdən yerə. Təsəvvür elə. O dedi, ey Rəbbim, mənə əməli salihlərdən olan övlad bəxş et. Sizi tək bir candan xəlq eləyən, ünsiyyət bağlayıb rahatlıq tapsın deyə ondan onun zövcəsini yaradan odur. Adəm övladı zövcəsini ağuşuna aldıqda o, yüngül bir yüklə yükləndi, hamilə qaldı və bir müddət onu bətnində gəzdirdi. Zövcəsi ağırlaşdığı zaman hər ikisi özlərinin Rəbbi olan Allaha, əgər bizə sağlam bir övlad versən, əlbəttə şükür edənlərdən olarıq deyə dua etdilər. Allah onlara sağlam övlad verdikdə isə, özlərinə verdiyi şeydə ona şərik qoşmağa başladılar. Allah isə onların qoşduqları şəriklərdən ucadır. Onlar heç bir şey yaratmayan, özləri xəlq edilmiş olan şeyləri Allaha şərik qoşurlar. Allahdan savayı çağırdıqlarınız da sizin kimi qullardır. Əgər doğru deyirsinizsə, çağırın onları, sizə cavab versinlər. Biz səndən əvvəl də elçilər göndərdik və onlara zövcələr və övladlar verdik. Heç bir elçi Allahın izni olmadan bir ayə gətirə bilməzdi. Hər vaxtın bir yazısı var. Allah sizin üçün özünüzdən zövcələr yaratdı. Zövcələrinizdən də sizin üçün övladlar və nəvələr yaratdı və sizə pak ruzilər verdi. İndi onlar batilə inanıb, Allahın nemətini inkar mı edirlər? Biz istədik ki, onların Rəbbi onun əvəzində onlara ondan daha təmiz və daha mərhəmətli olan başqa bir övlad versin.